Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. Bu günlər sizə Masazır qəsəbəsində Yeni Bakı yaşayış kompleksinin arxasında həyət evlərinin cərgəsində 517 nömrəli avtobus xəttinə tam yaxın belə bir 3 sotda tam şəxsi tikili həyət evimizi çəkib təqdim edirəm. Həqiqətən çox gözəl evdir, arzusunda olan hər bir kəsə qismət olsun inşallah. Bundan da yaxşıları qismət olsun hətta. Yəni bu da çox tərifə layiq bir evdir. Baxın, görürsünüz. Yəni həyətyanı sahəsi yetərincə genişdir, rahatdır. Jalüz qapıya kimi evdə qoyulubdur gördüyünüz formada. Keçid edək evlə sizi ətraflı tanış edeyim dəyərli izləyicilərimiz. Baxın, birinci ilk öncə deyim, sağ tərəfində də, sol tərəfində də boşluq hissəsi mövcuddur. Evin dörd bir tərəfinə də fırlanmaq olur. Bura teras hissəsidir. Teras hissəsini istəsəz cam balkon da eləyə bilərsiniz. Buradan da mətbəxə birbaşa giriş var gördüyünüz qaydada. Elə mən mətbəxdən başlayayım, buradan giriş edeyim sizin üçün, çəkə-çəkə inşallah göstərim. Baxın, dəyərli izləyicilərimiz, bura mətbəx hissəsidir. Tam mətbəx avadanlığından təchiz olunub. Yəni, membran mebelinəcən, yığılıbdır. Özünüz də bilirsiniz ki, bu mebellər baha yığılır və qiyməti biraz yüksək çıxır. Yəni, bu evin üstündədir, bu heç. Müəyyən əşyalarda qalacaq əlavə olaraq. Baxın, gördüyünüz formada. Keçid edək. Deməli, zalımıza. Bura evimizin zal hissəsidir. Zalı da yetərincə genişdir, işıqlıdır. Açıq rəng tonlarından istifadə olunub dəyərli izləyicilərimiz. Baxın, evə uyğun yığılıb mebellər. İstəsəz qiymətdə danışarsınız. Elə bu mebelləri saxlasaz, gözəl olar məncə. Evin aurasını dəyişməmiş olarsınız. Baxın, girişdə belə bir şkaf yığılıb. Sağ tərəfdə, yəni girişdən sağ tərəfdə belə bir şkaf yığılıb. Sol tərəfdə belə bir güzgü hissəsi var. Burada da belə bir dekorativ işıqlar. Və hamam sanitar qovşaq hissəsində sizlərə göstərin. Burada evimizin hamam sanitar qovşağıdır dəyərli izləyicilərimiz. Gördüyünüz formada duş kabinə qədər yığılıb. Əlavə olaraq yataq otağında da var. Keçid edək yataq otağından sizi tanış edeyim. Baxın, burada evimizin böyük yataq otağıdır. Ölçüləri də genişdir. Yataq otağında əlavə özünə məxsus belə bir deməli hamam sanitar qovşağı mövcuddur. Yəni tam avadanlıq, tam təchizatdır gördüyünüz formada. Yəni bu ev 1 manatda xərc tələb eləmir. Bugünkü günü 1 manatda xərc tələb eləmir. Baxın, burada evimizin nisbətən kiçik yataq otağıdır, uşaq yataq otağıdır. Və evimizin sonuncu yataq otağından da sizləri tanış eləyim. Burada evimizin sonuncu yataq otağıdır dəyərli izləyicilərimiz. Həqiqətən çox gözəl, çox ürək açan evlərdən biridir. Yəni dekorativ işıqlar, spot işıqlar, yəni evdə nə görürsünüz, hər bir şey qaydasındadır və keyfiyyətinə də söz ola bilməz. Birinci, yəni bu daş gördüyünüz hissələrdən əlavə də opşu ev istipoldur. Yəni istipoldan təchiz olunub. Yəni şəxsi tikililərdə bilirsiniz də, yəni bu istipol adətən çox adam bu koridor hissə ilə hamamsanuzel hissəni eləyir, amma bu evdə opşu istipoldur. Dəyərli izləyicilərimiz. Yerləşmə yerdə çox gözəldir. Qiymət 135.000 manat təklif olunur. Real alıcıya endirim olunacaq. Ətraflı məlumat üçün zəng eləyin. Sağ olun, salamat qalın.